Legal xəbərin redaksiyasına daxil olan növbəti şikayət Devin Medianın fəaliyyəti ilə bağlıdır. Belə ki, bir qrup şəxs iddia edir ki, Devin Media tərəfindən film çəkilişləri ilə bağlı aldadılıblar. Devin Media şirkəti reklamlarında Türkiyə seriallarının adlarından bol-bol istifadə edirlər. Bundan əlavə, bu şirkət tərəfindən yerli seriallara çəkilmək üçün ödənişsiz qeydiyyatla bağlı müxtəlif elanlar verilir. Fərqli yaşda olan insanlar da bu elanlara inanıb sözü gedən həmin şirkətdə qeydiyyatdan keçmək istərkən ilkin olaraq 20 manat ödəniş tələb edilir. Şikayətçilərin dediklərinə görə dırnaqarası ödənişsiz qeydiyyatdan keçən insanlar Devin Media şirkətində keçiriləcək dərslərdə iştirak etmək üçün də 2000 manata qədər ödəniş etməlidirlər. Maraqlıdır, dərslərin ödənişləri necə həyata keçirilir? Dərsləri kim keçir? Bəs ödəniş imkanı olmayan şəxslərə hansı yollar təklif edilir? Ən əsası, Devin Media şirkəti rəsmi qeydiyyatı mövcuddurmu? Bizə belə məlumat verdilər ki, maliyyəmiz yoxdur. Mən də getdim, Atilla Yunusala dedim ki, əgər sənin maliyyən yox idisə, niyə bizim kimi, onsuz da Azərbaycanda, yəni normal yerlərdə alladılar da insanlar, sən niyə bizi allatdın da, yəni. O da dedi ki, çəkiləcəksiniz, səbirli olun. Demək olar ki, yanvarın 4-dən gözləyirik, ortada heç bir şey yoxdur da, yəni. Mənlə bərabər hələ bir qız var bizim qrupda, 2 dəfə aldanıb. Demək olar ki, 1600-ə qədər pulu çıxıb da, yəni bu söhbətdə. O da şikayət eləmək istəyir. Çünki ödənişli əsaslarla onu alladıblar ki, gəl sənə təhsil verəcəyik, hər şey yaxşı olacaq, səndə potensial var, səni qabağa çəkəcəyik. Amma ortada heç bir şey olmadığı üçün yenə də aldandı. Yəni o Şikayətçi Xəyalə xanım bildirdi ki, bundan əlavə 20 nəfər şəxs Devin Media tərəfindən aldadılıb. Bu şirkət insanların pullarını mənimsəyərək tələbələrə harda dərs keçib və bu kursu təsdiq edəcək öğrencilərə nə təqdim edilir? Təsdiq eləsin. əsassız sertifikat verildi. O da kağızdır. Mən belə ona hətta qarşı çıxdım ki, bunu heç olmasa ramkaya salıb verərdinizdə. Yəni normalda mən bir neçə yerlərdə oxumuşam, kompüter kursudur, rus dilidir falan filan. Onların hər birində mənə sertifikat veriblər. Yəni normal sertifikat. Bu isə kağız parçasıdır. Amma dedilər ki, əsaslıdır. Türkiyədə belə keçir, orada belə gedib filmlərə çəkilə bilərsiniz. Yəni belə deyim də xəyallarımızla oynadılar. Redaksiyamıza göndərilən başqa video görüntülərdən də bəlli olur ki, Devin Media tərəfindən aldadılan daha nə qədər zərər çəkənlər var. Mən Qulu Hacıyev Devin Medianın tələbəsi olmuşam. Biz orada müqavilə imzalayıb dərsə təzə başlayanda bizə dedilər ki, bəs futbola aid bir film olacaq, orada əsas rolda oynayacaqsınız, olmadı. Dedilər, bəs komediya aid bir film də olacaq, o da olmadı. Dedilər, bəs mafiyaya aid də bir film olacaq, o da olmadı. Yəni, ora demək olar ki, biz 550 manat pul ödəmişik hal-hazırda. 600 manat ödəniş idi. Dedilər ki, bəs 550 manat bəri başdan nağd ödəsəniz, sizə 50 manat ketirik. Biz də 550 manat pul ödəmişik. Yəni, hal-hazırda o pulun qarşılığında biz oradan heç nə görməmişik. Heç orada bizə yəni, düzgün dərs də keçirilməyib. Salam aleykum, mən Kərim Məhəmməd. Mən Devin Mediaya gəlmişdim. Bir sənət öyrənim, bir iş sahibi olun, aktyor olun. Gəldim ora 600 manat aldılar. Bizdən IC kinoya çəkəcəyik, nə inəyəcəyik, nə verəcəyik. Yəni sonradan boşu-boşuna gəldik dərslərə. Hər şey çox sürətlə irəlilədi. Yəni belə bir şey olmaz. Yəni bizə əslində yavaş-yavaş dərs keçməlidirlər, yavaş-yavaş öyrətməlidirlər. Bildiyim birdən-birə sürətlə həftədə bir dəfə dərs, 12 dənə dərs, yəni belə olan bir şey deyil bunlar. Mənim kimi nə qədər insan gəlib ora 600 manat veribdi. Yəni belə olmaz. Çox xahiş edirəm, bunun bir tədbir görülsün, çox xahiş edirəm. Yəni o boyda pul vermişik, yəni bu pullar bizim pullarımız geri verilməsini istəyirəm. Bu nə qədər mənim kimi insanlar pul verib ora. Yəni bu beləncə olmaz, bu dolandırıcılıqdır bu. İnsanların pulunu alırlar, boşu-boşuna heç nə öyrətmirlər. Yəni belə şey olmaz. Çox xahiş edirəm, yəni bunda bir tədbir görülsün. Redaksiyamıza göndərilən başqa video görüntülərdən də bəlli olur ki, Devin Media tərəfindən aldadılan daha nə qədər zərər çəkənlər var. Şikayətçi Kərimli Məhəmməd bildirir ki, Devin Mediaya gəlib sənət öyrənmək istəyirdi, ancaq xəyalları bu kimi şikayətçilərin iddiaları onlarladır. Bəlkə də yüzlərlədir. Deyilən iddialarla bağlı Devin Media ilə əlaqə saxladı. Təəssüflər olsun ki, zənglərimiz cavabsız qaldı. Ancaq yenə də biz məsələ ilə bağlı
problemlərlə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. Şirkətə müraciət edən həvəsli insanların xəyallarını puça çıxarmaq və beləcə də öz fəaliyyətlərini heç nə olmamış kimi davam etdirmək nə dərəcədə düzgün ola bilər? Biz legal xəbər olaraq redaksiyamıza daxil olan şikayətləri ictimailəşdirərək düşünürük ki, burada qeyd edilən iddialarla bağlı aidiyyət qurumlar şikayətçilərə dəymiş maddi və mənəvi zərərlərlə bağlı, o cümlədən Devin Medianın fəaliyyəti ilə bağlı ölçü götürüləcək. Mövzunu legal xəbər olaraq diqqətdə saxlayacağıq. Vüsalə Nəciyeva, Legal Xəbər.